Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bir psixoloji xəstəliyi var, psixosepsistik insanlar. Bu nə deməkdir? Bəzən elə insanlar var ki, durduğu yerdə hər hansı bir növ xəstəliyin yaxud psixoloji, psixotravmatik şeyləri özlərinə yaradırlar. Elə bir hadisə oldu, bitdi, keçdi, getdi. Adətən Türkiyədə buna tətikləyici, Azərbaycanda məcbur edici hallar beyinlərində yaradırlar. Bu da həmin insanların keçmişə ilişib qalmalarına, yaxud keçmişdə olan bir şeyləri yenidən travmatik olaraq yaşamalarına səbəb olur. Düşün ki, sən maşın qəzası keçirmisən. Bu da bir kiçik bir travmadır. Və bu sənin gözündə qorxu qaldı. Və hər səfər psixoloji seanslara gedirsən, sən xəstəsən də düzəlmək istəyirsən. Və nəticə etibarıyla bu kimi pasientlərin bir zəif yaxud bir səhv cəhəti olur ki, bunların beyinlərinə yeridilir ki, həmin psixosepsistik hallar sizdə var. Daim olaraq o travmanı düşünməyin. Artıq seanslar davam elədi, ruh bədənə qayıtdı və nəticə etibarı ilə müsbət işlərə diqqət ayırmağın vaxtı gəlib çatıb. Yenidən beyin müsbətə doğru getmək istəmir. Çünki problem beyindədir. Problem ən əsas qaynaq mərkəz ondan ibarətdir ki, beyin hüceyrələri bu travmanı gözdə şok effekti ilə yadda saxlayıb. Maşın gəldi, səni vurdu və o şok effekti olaraq maşının uzaqdan gəlməsi digər eyni anda yol keçən zaman səndə travma kimi qaldı. Və nəticə etibarıyla bunun bir dənə nöqtəsi var ki, 12-dən atış kimi. Həmin yoldan, həmin istiqamətdən bir dəfədə, 5 dəfədə keçməlisən. Nəticədə beyin düşüncə tərzi səni məcbur edəcək ki, sən səhvsən. Niyə? Artıq düşünmə onu. Keçsin də yol. Vurdu səni maşın. Sabah, bir gün, o bir gün həyatdasan da, ölsən yəqin ki, keçə bilmərsən. Bu qədər. Davamlı olaraq o şeyin üstünə getmək lazımdır, qorxularınızın, yaxud travmalarınızın. Seanslarımız əyani və olmayan şəkildə həyat keçirir. Qoşulmaq istəyənlər mesaj bölməsinə məlumat verə bilərlər.